İstəyirsən çıx get evə, mən getməyəcəm. Çünki bilgəyi qoyub hara gedim? Bilgək deyirəm, hörmətli izləyicilər. Hamınız bilirsiniz ki, bilgək bir nömrədir. Hava. Dənizin havası bura vurur. Deməli, belə deyək də, Bakı Abşeron yarımadasında ən təmiz birinci yerdə bilgəkdir. İkinci yerdə buzovnadır, qalanı da özünüz yazın. Belə bir gözəl 2 mərtəbəli monolitli 9 sotun içində bağ evimiz. Özdə ki, yeri də ki, siz istəyən yerdədir. Yəni dalanlardadır, 11-ci dalandadır. Hə, neyniyək? Həyətində bax belə bir ağaçlar, yaşıllığı. Orada da bir dənə it var ki, it demək sizə ya. Bir dənə yapışdı, şey. Adamı yiyib aparacaq, qardaş. Nəinki qalmışdı ki, adamın qoluna aparacaq. Adamı pramı udacaq. O tərəfə mən qorxuram keçmə. Evimizin vidinə bax bir dənə. Özünə tikilmə də, şəxsi tikili. Evimiz də böyükdür. 240 kvadrat metrdir. Tam təmiri, özdə hörmətli izləyicilər. Tam əşyalı ya. Əşyalar da hamısı təzə, hamısı keyfiyyətli. Ya mən tərifləyirəm, açıq. Amma indi göz qabağındadır, özünüz də görəcəksiniz. Neyniyək, keçək bura. Mən o itdən çox qorxdum. Keçək bura. Bura mətbəxidir, buradan da giriş var. Monolitli evimiz, qurban sənə. Hə, bura qazanxanadır, kombistadır, burada yerləşir. Açıb göstərmə ehtiyacı yoxdur, yəni vaxt itirmə ehtiyacı yoxdur. Burada da belə boş sahədir, yəni burada da nəsə istəsəz eləyə bilərsiniz. Düzdür, bir dənə baseyni çatmır. Baseyni lüboy tərəfdə sən qoya bilərsən. Amma bilgəhin yerini sən dəyişdirə bilmərsən. Baseyn tikməyə pul lazımdır. Yəni ki, xərci var da, harada sən tik. Yəni, dərindən ucuz verir, əşyaların içində. Başqa bir iş çıxdı, ev sahibi dedi ki, mən bunu satıram. Yəni, şişirtmə qiymət qoymuram ki, illərlə qalsın, tez sataq yaman. Deməli, kamera sistemi var idi, mövcuddur. Giriş qapısıdır. Yaxşı qonşuları var. O da yağın ki, indi rol oynuyordu, yaxşı qonşu olmalı. Hə. Neyniyək? Gedək? Gəl. Kim alsa Allah xeyir versin. Bura terasıdır, verandası. Oturub dincəlmək üçün və s. və ilaxır. Maşallah, bu əsas giriş qapısıdır. Bu bir giriş qapısıdır. Bu da ikinci, mətbəxə, otaqlar, hamısına ventilyasiyası var. Ərazi tam yaşayış. Gələk, bilgəhin havası bitər elədi, mənə ev istidir. Allah xeyir versin, qardaş. Xeyirli olsun. Hə, ki, giriş hissəsi. Bax, mebellərdən bax, giriş. Giriş hissədə dolab. Təzə vəziyyətdə. Çox az yaşayış olubdur. Qiymət 330 min, start qiymət, indirim olacaq. Gəl bura. Buna bax bir dənəsə. Qab yuyan. Mikrovalnovka, bu boyda soyuducu. Vestel firmasının. Evimiz isti polla təchiz olunub. Evlər ot kimi istidir. Yəni, heç bir əziyyət çəkməyəcəksiniz də. Əqqabı çıxar gir evlərdəndir. Pərdəsindən tutmuş var idi, lüstrası, nə bilim, nə deyim sizə. Yəni, bəyan işarəsini basın. Kimə maraqlıdırsa, mənim nömrəmlə əlaqə saxlasın. Gəlin, baxın, alın, xeyirli oturun. Yaxşı təklifdir. Buradan da çıxmaq olar, buradan da. Mətbəx studiya. Bu, yataq otağıdır. Deməli, tikintisində yaxşı keyfiyyətli materiallardan istifadə olunub. Görsənir. Gəl. Sanuzyılı. Geniş dolabı. Bu, pləkanın altında kladovkası. Deməli, birinci mərtəbədə bizdə bir yataq otağı, bir mətbəx studiya, geniş ölçüdə, sanuzyılı. Evin əşyaları hamısı, yəni mebelləri təmiz, səliqəli. Burada bax, qalxan kimi burada. Qri firmasının split kondisioneri. Paçti təzədir. Bura baxaq. Bu birinci yataq otağıdır. Buyur. Mebellərdə görürəm keyfiyyətlidir. Bu
ikinci mərtəbənin geniş, bax gör nə boydadır. Geniş sanuzeli. Bu valideyn yataq otağı geniş ölçüdə. Buradan da eyvana çıxış var. Panoraması. Dolab bu otağın içində. Sanuzel ev şəxsi istifadə üçün tikilmiş evdir. Deməli baxdıq bura baxdıq. Deməli burada 1, 2, 3 dənə yataq otağımız. Bu da detski uşaq yataq otağıdır. Ha, bax belə. Yağın ki, yarısı kravatlardır, hamısı qalacaq. Əla təklif 1, 2, 3. 3 otaq, ölçülər də əla. 2 aşağı. Elə burada da yekunlaşdıraq. Kim alsa Allah xeyir versin. 330 min, bilgəhdə 11-ci dalında. Sağ olun.